Salam əziz dostlar. Bugün ingilis dilində necəsiniz sualını hansı şəkillərdə, hansı formalarda soruşa bilərik, onları öyrənəcəyik. Birinə ingilis dilində necəsiniz deməyin ən çox işlənən forması ilk gördüyünüz cümlədir. Diqqətlə baxın. How are you? Ən çox işlənən bu şəkildir. Necəsiniz? Başqa bir çox formalar var. Bir neçəsini yazdım. Hey, how's it going? Bu da ingilis dilində necəsiniz deməyin başqa bir formasıdır. Və ya daha çox Amerikada işlənən bir forma What's up? Bu da necəsiniz demək. Üç şəkildə də soruşa bilərsiniz. Birində necəsiniz deyərkən. Amma yenə deyirəm, ən çox işlənən forma gördüyünüz kimi How are you? Budur. Cavablara baxaq. Cavab verərkən yaxşıyam deyəcəksiniz. Yaxşıyamın bir neçə forması var burada gördüyünüz kimi. Hansını istəsəniz işlədə bilərsiniz. Məsələn, I'm fine, thanks. I am good, thanks. Not too bad. Fine, thanks. And you? I'm fine. Pretty good. Pretty good. Not bad. Good. Bu son 3 dənə gördüyünüz ifadələr daha çox Amerikada istifadə olunan cavablardır. Buna da diqqət edin. Başqa nə cür soruşa bilərik? Məsələn, how are you doing? Bu da necəsiniz demək. How are you doing? Cavab olaraq deyə bilərsiniz. Great, thanks. How about you? Təşəkkürlər. Bəs siz? Bir başqa necəsiniz soruşma şəkli daha çox rəsmi danışıqda işlənən formadır. Good morning, Şamxal. How are you today? Sabahınız xeyir, Şamxal. Bugün necəsiniz? Təkrar edirəm. Good morning, Şamxal. How are you today? Sabahınız xeyir, Şamxal. Bugün necəsiniz? Daha çox rəsmi bir istifadədir bu, unutmayın. Cavab da yenə eyni şəkildə. I am very well, thank you, and you? I am very well, thank you, and you? Çox yaxşıyam, təşəkkür edirəm. Bəs siz? Bunlar gördüyünüz, dediyim kimi, ingilis dilində necəsiniz deyə sual verərkən birinə müxtəlif şəkildə istifadə formalarıdır. Təkrar edirəm, ən çox istifadə olunan how are you ingilis dilində həm İngiltərə, həm də Amerikan ingiliscəsində. Amma dəyişik formalar da var. Başqa formalar varmı? Bəli, daha müxtəlif formalar da var. Ən çox işlənənləri burada sizin üçün yazdım. İzlədiyiniz üçün sağ olun. Bir sonraki dərsdə görüşmək üzrə. Allah'a emanet olun.